كنت ميتا في بحور الغي والإثم غريقا كنت عابدا في قيود الذنب مملوكا رقيقا مد لي الشيطان من أسبابه حبلا وثيقا منكرات كنت آتيها غروبا وشروقا 21 dekabr son deyil. Həmd olsun aləmlərin Rəbbi olan Allaha. O Allah ki təkdir, pak və nöqsansızdır. O yerlərin, göylərin və onların arasında olanların yaradıcısıdır. Qeybin açarları yalnız onun əlindədir və o haqqı hesab gününün sahibidir. Və salam olsun məxluqatın ən şərəflisinə, böyük əxlaq sahibi olan Allahın sevimli qulu Peyğəmbərimiz Muhammədə, Allahın ona və ailəsinə salamı olsun. Daha sonra ilk öncə aciz bu nəfsimə və sonra isə sizə Allahdan qorxmağı, təqva sahibi olub, yaxşı əməllərdə bir-birinizlə yarışmağı nəsiyyət edirəm. Son zamanlar dünyanın sonu ilə bağlı xəbərlər bir çoxlarını narahat etməyə başlayıb. Bəziləri Nostradamus, digərləri başqa aciz insanların dünyanın sonunu bildiyini təsdiqləyərək insanlara xəbər verirlər. Bu xəbərlərə daha çox inananlar isə dünyavi elmə üstünlük verib, dini elmdən xəbərləri olmayanlardır. Çox təəssüf ki, bunların aralarında müsəlmanlar da var. Bugün isə Maya təqvimi ilə 21 dekabr 2012-ci il dünyanın sonunu yaxınlaşdığını, heç bir işıq, elektrik, rabitə, istilik, səs olmayacaq və dünya qaranlıq içində olacaq, hətta insanların bu qaranlıqdan öz əllərini belə görə bilməyəcəklərini deyənlər də var. İnsanlara xəbərdarlıq edirlər ki, bugünə hazırlıq görsünlər. Şam, ərzaq və su ehtiyatını əldən qaçırmasınlar. Bu deyilənlər ürəyi zəif olan xəstə insanlara çox pis təsir göstərməyə başlayıb. Və elə bu səbəbdən insanlar bugünə hazırlıq görməyə başlayırlar. Hər kəs narahatdır. Artıq çox az bir vaxt qalıb. İnsanların simalarında dəyişikliklər hiss olunur. Çünki 21 dekabr dünya qaranlıq içində olacaq. Təbii ki, bu xəbərlərə inanan insanlar Allahın dilindən xəbərləri olmayanlardır. Və çox təəssüf ki, bunların aralarında mən müsəlmanam deyənlər də var. Buna baxmayaraq insan gərək belə məsələləri özü analiz etsin. Bizim isə bu məsələləri analiz etmək üçün ilk öncə Allahın kitabına, Qur'ana qayıtmamız lazımdır. Lakin ilk öncə bir düşünün. Elə bir insan varmı ki, o nə vaxt öləcəyini bilsin? Və yaxud da başqa bir insanın nə vaxt öləcəyini bilsin? Ölüm qəflətən gəlir, elə deyilmi? Kimi yol qəzası keçirir, kimi ürək və digər ağrılardan ölür. Kimisini öldürürlər, kimisi də intihar edir. Bir düşünün, insan deyə bilərmi ki, mən sabah öləcəm, 40 gündən öləcəm, 1 ildən, 2 ildən, 30 ildən öləcəm? Əlbəttə ki, yox. Heç bir insan öz ölümünü təyin edə bilməz. Həkimlər belə bu məsələdə acizdirlər. Nə çox həkimlər xəstələrə dedilər öləcəksən. Bir başqaları isə sən hələ də yaşayacaqsan. Amma heç birinin dediyi indiyə kimi doğru olmadı. Ola bilər kimsə desin ki, belə bir həkim olub, deyib bu xəstə 2-3 aydan öləcək, vəziyyəti çox ağırdır və bu da baş verib. Bunu deyən insana mən deyirəm, elə bir həkim varmı ki, desin bu xəstə filan il, filan gün, filan saat, filan dəqiqə, filan saniyə, filan libasda öləcək. Belə bir həkim var? Ağır sual oldu. Lakin bunun cavabı aydındır. Əlbəttə ki, yox. Ağıl sahibləri isə belə deyirlər. Bunları Allahdan başqa heç kəs bilməz. İndi isə gəlin Allahın kitabı Qur'anı açaq və oxuyaq. Baxın ey insanlar, Rəbbimiz bizə öz əzəmətli kitabında nə buyurur? Mərhəmətli və rəhimli Allahın adı ilə. Heç kəs sabah nə qazanacağını bilə bilməz. Heç kəs harada öləcəyini də bilməz. Allah isə şübhəsiz ki, biləndir, xəbərdardır.
Loğman surəsinin 34-cü ayəsi. Allah, o yerlərin və göylərin, onların arasında olanların yaradıcısıdır. Onun izni olmadan heç kimə bir pislik və yaxşılıq toxuna bilməz. Yarpaq belə onun izni olmadan düşməz. O yaradandır və yaratdıqlarından xəbərdar olan da yalnız odur. Uca Allah öz əzəmətli kitabında belə buyurur. Gecəni rahatlanmanız üçün yaradan, gündüzü də ruzi qazanmanız üçün işıqlı edən odur. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır. Yunus surəsinin 67-ci ayəsi. Ey ağıl sahibi olan insan, bəsdir inandın sənin kimi yaradılmış insanların dediklərinə. Bir düşün, aciz bir insan, bir dəqiqədə nə olacağını bilməyən, sabah əyninə hansı libası geyinəcəyini bilməyən, saat neçədə yatıb neçədə duracağını bilməyən, sənin kimi aciz bir insan necə ola bilər ki, dünyanın sonunun yaxınlaşdığını və dünyanın qaranlığa qərq olacağını bilsin. Dünyada baş verən tsunamiləri, zəlzələləri görmürsənmi? Hansı insan xəbər verdi ki, filan günü, filan saniyə zəlzələ olacaq? Hansı insan xəbər verdi ki, filan şəhər bugün tsunamiyə qərq olacaq? Və bunlar dedikləri vaxt baş verdi. Ey insan, bunları bilməyən, sənin kimi, mənim kimi, aciz bir insan necə ola bilər ki, dünyanın sonunu təyin etsin? Bir düşün bunları ey ağıl sahibi olan insan. Bil ki, bunları yalnız bütün yaradılmışların Rəbbi olan Allah bilir. Uca Allah buyurur, səndən o saat barəsində o nə vaxt qopacaq deyə soruşurlar. Sən onu haradan biləsən axı? Onu kamil bilmək sənin Rəbbinə aiddir. Naziyyət surəsinin 42-ci, 43-cü və 44-cü ayələri. Ey ağıl sahibi olan insan, sən bilirsənmi Allaha ən yaxın olanlar kimlərdir? Ona ən yaxın olan, onun əmirlərini yerinə yetirən, ona heç bir zaman asi olmayan mələkləri var. Bu Cəbraildir, Mikaildir, İsrafildir və bir də sənin, mənim, hamımızın geci tez canını alacaq olan ölüm mələyidir. Allahın onların hamısına salamı olsun. Onlar belə bunu bilmirlərsə, necə ola bilər ki, sənin kimi, mənim kimi aciz bir insan dünyanın sonu belə olacaq desin? Bir düşün, ey insan, sən bilirsənmi ki, Allahın ən sevimli qulu kimdir? Bu o insandır ki, gözəl əxlaq sahibidir. Bu o insandır ki, Allah onu bütün aləmlərə rəhmət olaraq göndərdi və bu o insandır ki, Allah onun keçmiş, gələcək günahlarını bağışlasa da, o gecələri namazlara qalxar, ayaqları şər, saqqalı yaşarar və Allah qorxusundan ağlayardı. Ona deyildikdə, axı Allah sənin keçmiş və gələcək günahlarını bağışlayıb. O isə Allahın ona və ailəsinə salamı olsun cavabında, məgər Allahın şükür edən qulu olmayın mı deyərdi. Bu Allahın yer üzünə, bütün aləmlərə göndərdiyi elçisi olan Muhammed, Allahın ona və ailəsinə salatı və salamı olsun. Bizim Peyğəmbərimiz, bütün ümmətin, bütün insanların, bütün bəşəriyyətə göndərilmiş Peyğəmbərdir. Bu insana Uca Allah Cəbrail vasitəsilə Allahın ona salamı olsun, öz əzəmətli kitabını Qur'anı nazil etdi. Allahın dediklərini Cəbrail, Allahın ona salamı olsun, Peyğəmbərimizə, Allahın ona və ailəsinə salatı və salamı olsun, çatdırdı. Bir gün Cəbrail, Allahın ona salamı olsun, Peyğəmbərimizin, Allahın ona və ailəsinə salamı olsun, yanına insan qiyafəsində Allahın dinini öyrətməyə gəlir. Sual cavab edirlər və Cəbrailin Allahın ona salamı olsun sonuncu sualı belə oldu. Qiyamət nə zaman qopacaq? Peyğəmbərimiz Allahın ona və ailəsinə salamı olsun cavabında bu haqda soruşulan
soruşandan çox bilmir deyə buyurdu. Ey ağıl sahibi olan insan, Allaha ən yaxın olan mələk, peyğəmbərlərə, Davuda Allahın ona salamı olsun Zəburu, Musaya Allahın ona salamı olsun Tövratı, İsa'ya Allahın ona salamı olsun İncili və Muhammədə Allahın ona salamı olsun Qur'anı vəhiy gətirən Cəbrail bunu bilmirsə, sənin kimi, mənim kimi aciz bir insan necə ola bilər ki, dünyanın sonunu vaxtı ilə təyin etsin? Biraz düşün və bu məsələləri özün-özündə analiz et və nəticəsini Allahın izni ilə görəcəksən. Ey insan, qiyamətin nə zaman, hansı vaxt qopacağını gördüyün kimi heç kim bilmir. Lakin uca Allah Quranda bu saatın mütləq gələcəyini bildirir və belə buyurur. Həmin saat hökmən gələcək. Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə mən onu az qala özündən belə gizlədirəm. Taha surəsinin 15-ci ayəsi. Ey ağıl sahibi olan insan, yerlərin və göylərin, onların arasında olanların sahibi, şahların şahı, padşahların padşahı, hökümdarların hökümdarı, ölməz, əbədi olan uca Allah bu günü yalnız özü bildiyi halda o dəhşətli günü özündən belə gizli saxlamaq istəyirsə, onda bir düşün, sənin kimi, mənim kimi aciz bir insan necə ola bilər ki, dünyanın sonunu təyin etsin? Necə ola bilər ey insan? Bunları bilən yalnız Allahdır. Allahdan başqa heç kim qiyamətin nə zaman, hansı saniyə, hansı vaxt, hansı günü qopacağını bilməz. Bu dediklərim haqqında bir düşün və analiz et ey insan. كنت ميتا في بحور الغي والإثم غريقا كنت عابدا في قيود الذنب مملوكا رقيقا